Bakı Ekspo mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, Elan Ekspo və Atılım Fuarcılıq şirkətinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi açılıb. Sərginin açılış mərasimində Milli Məclis deputatları, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib. Sərgidə Azərbaycanla yanaşı Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan, Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunub. Sərginin işinə uğurlar arzulayan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, REC Expo ikinci mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Ölkənin xarici investisiya mühitini xarici sərmayəçilərə təşviq etmək, eyni zamanda daşınmaz əmlak bazarını canlandırmaq, aktivləşdirmək, bundan başqa sərmayəçiləri ölkəmizə özəlləşmə prosesinə cəlb etmək və sair məqsədlər daşıyır. Bildirilib ki, sərginin ikinci günü noyabrın 23-də Bakı Ekspo mərkəzində daşınmaz əmlak özəlləşdirmə və investisiyalar mövzusunda konfrans keçiriləcək. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid prestijli şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb. Azərbaycan daşınmaz əmlak sektorunun nəhənglərindən olan Bakı White City, Xəyal Adası, Dreamland, AF Park, AF Holding, Şərur İnşaat, Kristal Abşeron, Azinko və Yeni Həyat şirkətləri də sərginin önəmli iştirakçılarındandır. Noyabrın 24-dək davam edəcək sərgi saat 10-dan 18-ədək ziyarətçilərə açıq olacaq. Qeyd edək ki, REC Expo 2 ziyarətçilərini özəl endirimlər və sürprizlər də gözləyir. Xəyalə Məmmədova, Vüsal Vidadi oğlu, Nail Babayev, Azərtaç.